Artıq mən hiddət içərisindəyəm. Artıq 7 ilə yaxındır ki, mən xüsusi xidmət orqanına, cənab Nağıyevə və onların əməkdaşlarına məlumat verməkdən bezmişəm ki, bu Vahabi pozğunu ilə bağlı, bu Vahabi ilə bağlı tədbir görülsün, görülmür. Hiddət içərisindəyəm, mən çox böyük bir hiddət içərisindəyəm. Bugün 2025-ci il 8 noyabr bizim bu gözəl bayramımız, gözəl bayram günündə də məcbur oldum yazmağa. Çünki bunlar artıq həyasızlığı nümayiş elətdirirlər. Qeyd elədiyim kimi göndərmişəm. Burada bütün faktlar da, sübutlar da var. Necə məni təcil tibbi yardım maşına vurub öldürmək istəyir. Bu Vahabi, bu Əbdülvahabdan əmələ gəlmə bu Tula. Allah bu Vahabilərin bəlasını versin inşallah. Bunların dininin bəlasını versin. Bunların İslamının bəlasını versin Allah. Heç bir dində, heç Budizmdə belə rüşvət yoxdur. Qeyd eləmişəm xüsusi xidmət orqanına ki, Allah sizlərin bəlasını versin. Allah bu Bakılıların bəlasını versin. Ayrı vaxtda mı kişilikdən, mərdlikdən, nə bilim, dırnaqarası oğlanlıqdan danışırlar. Özünə kişi deyən, imişli pozğununa görə adam tutturur. Özünə kişi deyən, rüşvət alır, Vahabilik eləməklə. Özünə kişi deyənə 11-ci kolonda ilqarə çağırırlar. Özünə kişi deyən, belə kişilikdən danışırlarsa bu insanlar, bu şəxsiyyətdən danışırlar. Ailə dağıdır, özünə kişi deyən. Özünə kişi deyən öz vətəndaşına İrandan narkotik gətirib satır. Özünə kişi deyən, hansısa bir generala, hansısa bir ziyalı bir aliyə şər böhtan atır özünə kişi deyən. Hansı özünə kişi deyən bunlar eləyir? Özünə kişi deyən pula görə, var dövlətə görə, vəzifəyə görə yeri gələndə gedib hansısa prokurorun altından çıxmış özünə qadını arvad eləyir. Özünə kişi deyən öz vətəndaşının məlumatını xaricə göndərər. Kişilərə bax da, indi hamısı kişilikdən danışırlar, dən vururlar. Bəli, mən Kürdəxan cinayət olub mənim üzərimdə, mən bunu etiraf edirəm. Mən Göyçayda işi bağlamışdım. Mənim xəbərim olmadan bağlanmış, aparıb ağır cinayətlərə vermişdilər. Mənim bu barədə məlumatım olmayıb. Bunun amma atamın, bunda əli olub, mənim bu ləyaqətsiz atamın. Əli olub bu məsələdə, əlbəttə ki olub. Mənim heç bir günahım yox idi məsələdə. Və bu Vahabi, bu özünü kişi hesab edən, mənim törətmədiyim cinayətdə əlim olduğumu bilərəkdən bundan istifadə edib mənə tutturdu ki, güya indi öz aləmində Salah-Sadə ailəsinin gözündə xal qazanır. Mən anlaya bilmirəm ki, bu Vahabinin boğazından, bu xıttəyində, bu zövcə adlandırdığı evindəki bu pozğunundan boğazı nə boydadır ki, bu nə qədər pul yemək istəyir ki bu? Və hələ də bu ləyaqətsiz həbs olunmuyor. Və özünü elə bir həyasızdır, bu Vahabilər həyasızlar da bunlar. Həyasız Bakılılar da bunlar. Abır yox, həya yox, namus yox, qeyrət yox, vicdan yox. Allah bu Vəhabilərin bəlasını versin inşallah. Düşüblər mikrob kimi, virus kimi düşüblər cəmaatın canına. Allahın adından, dindən istifadə edib rüşvətxorluqla, ləyaqətsizliklə, narkotik alveri ilə məşğuldular. Sizin İslamınıza tüpürüm mən. Sizin namusla, ləyaqətsizə tüpürüm mən.